yaşamaram. Kəndlərə nə olub ki, kəndlər indi çox yaxşıdır. Gedərəm böyük məmnuniyyətlə. Xeyr. Kənd həyatı mən yaşaya bilmərəm. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycan əhalisinin 1/4 Bakıda yaşayır. Rayonlardan şəhərə köç hələ də davam edir. Bu da özündə müəyyən çətinliklər yaradır. Bugün paytaxt sakinlərindən soruşduq. Fürsətiniz olsa, şəhərdən kəndə köçüb yaşayarsınız? Xeyr. Nəyə görə? Çünki şəhərə öyrəşmişəm, yəni şəhər mənə daha rahat gəlir. İndiyənə qədər kənddə də qalmamışam. Kənd biraz mənə daha belə hər yerə əl çatmaz gəlir. Şəhərdə əlin hər yerə çatır, amma kənddə məncə belə deyil. Gedərəm böyük məmnuniyyətlə. Amma yəni kənd həyatında özünə görə çətinlikləri var da. Olsun da insan çətinliklərlə yaşayır da. Güya şəhərdə çətinlik yoxdur. Şəhərdə də çətinlik var. İnsan dözməlidir o çətinliyə. Əzab çəkməlidir, əziyyət çəkməlidir, ruzi qazanmalıdır. Əziyyətsiz heç nə əldə eləmək qeyri-mümkündür. Mən elə kənddən gəlmişəm də. Mən Ermənistandan buraya gəlmişəm. Ermənistandan bir də kəndə mi gedim? Hara gedim? Yaşayarım. Çünki yəni kənddə hər şey təbiidir. Mal, heyvan, bilirsən ki, özündür, təmizdir. Amma şəhərdə nədən hazırlandığı bəlli deyil. Şəhərdən kəndə, yox, yaşamaram. Nəyə görə? Bax, kənddə şəhərə gəlib köçür hamısı, amma şəhərdə kəndə kim köçər ki? Kəndə dincəlmək yaxşıdır. Dincə ged 10-15 gün dincələsən, yeyəsən, içəsən, gezəsən, gələsən. Yeri gələndə mən özüm Bakıya hələm söhbət Bakı rayon söhbəti gedmir. And olsa imkan olsaydı mənə bir şərait yarasaydı, uzaq bir ərazidə gəlib yaşayardım. Nəyə görə? Demək biraz çətin məsələdir. Kiminsə qəlbinə toxunmaq istəmirəm. Ki formanı dəyişirik get-gedə. Çərçivədən çıxmışıq. Təhsillə bağlı deyərdim ki, yəni ki, təhsil yüksək səviyyədə olsa, məsələn, uşaqlar burada Bakıda oxuyurlar da, bəli, mənə elə gəlir, köçüb yaşamaq olar. Kəndə baxır da, hansı kəndə. Əslində, amma şəhərə öyrəşdiyim üçün məncə şəhər daha yaxşıdır mənim üçün. Məmnuniyyətlə, böyük məmnuniyyətlə özü. Nəyə görə? Hər şeyə görə, sakitçiliyə görə, təmiz havasına görə, ümumiyyətlə insanlarına görə. Belə bir neçə günlük, bir neçə həftəlik, bəlkə də bir neçə aylıq, bəli, amma belə uzun müddətdə xeyr. Mən Məsələn, kənd həyatında özünə görə çətinliyi var da. Siz səhər ertə durub odunda oxuya bilərsiniz. xeyr. Yanında kimsə kömək də olsa da. Və yaxud da ki, məsələn, oranın yəni yolları pis gündədir, zığ palçıq var. Yəni Azərbaycan kəndlərinin bir çoxunda belə problemlər var da. Öhdəsindən gələ biləcəyinizi düşünürsünüz? Xeyr. Fikrimi müsahibənin sonunda dəyişir. Məncə yox, çünki mən şəhərə öyrəşmişəm. Abi havanın şəhərdə göz açmış şəhəri gördüm. Kənd həyatı mən yaşaya bilmərəm. Kəndlərə nə olub ki, kəndlər indi çox yaxşıdır. Məsələn, Türkiyədə indi belə bir aksiya var ki, hətta məşhur insanlar belə İstanbuldan köçürlər Doğrudur, eşitmişəm. Bizdə də belə bir şey ola bilər sizcə yəni gələcəkdə? Məncə ola bilər. İndidən onsuz da insanlar gedirlər şəhərin kənarında, Bilgəhdə, Mərdəkanda, orada yazlıq evlər, yəni bağ evləri deyək də, orada yaşayırlar. Olar, yaşayaram. Amma daha çox sosiallaşmaq üçün əlbəttə ki, şəhər daha yaxşıdır. Hə, yaşayaram. Amma kənd şəraitində yaşamağın özünün müəyyən çətinlikləri var deyə şəhərdə yaşamağı daha üstün tutarım. Şəhərdə urbanizasiya çoxdur, insan sıxlığı çoxdur, ekologiyanın pozuntusu çoxdur. Kənddə təmiz hava, ekologiya daha gözəldir. Bəli, yaşayaram. Məncə də yaşamaq olar, amma indi kənd var da, məsələn, daha şəraiti yaxşı olan kəndlərdə yaşamaq daha rahat olar. Kənddə yaşayaram, amma çox yaşayanmərəm. Böyük ehtimalle 1 ay, 2 ay belə dözmərəm. Yaşayarıq, amma bir müddət qocalandan sonra, yəni gənckən yəni iş mənası yoxdur bunun. Çünki iş şəraiti falan yoxdur da kənddə, bunu bilirik hamımız. Amma şəhərdə nisbətən daha yaxşıdır.